qulun əməli ilə əlaqəli olmayan və ona heç bir fayda verməyən mövzularla məşğul olması və buna aid suallar verməsi. Məsələn, gəlir sənə sual verir ki, bir dəfə alimlərdən birinə sual verirlər. Deyir ki, şeyx deyir, mən deyir aya çıxsam və təsəvvür edin, mən deyir aya çıxsam qiblənin hansı tərəfə durmalıyam? Əbəsdir vallahi, əbəsdir, əbəs. Əbəsdir bu şeylər. Yəni niyə görə? Çünki sənin üzərində heç bir faydalı əməl tərtib etmədiyin şeylərdəndir. İnsan ona görə insan sual verəndə, hətta elm tələbələrinin yanında olanda, alimlərin yanında olanda, Allah nəsib eləsin, sual verəndə çalışın ki, seçici olun. Sual vermək xatirinə sual vermək lazım deyil. Sual vermək insanın ya sənin əleyhinə olacaq o sual, ya lehinə olacaq. Ya boş danışıq olacaq, ya sənin üçün fayda olacaq. Ona görə sual verməmişdən qabaq fikirləş. Bu sual mənim dünya və axirətimə bir faydası var, yoxsa yoxdur? Elə orada dayan. Özünə nəfsinə sual ver. Mən görürsən axirətimə fayda verəcək. Yəni axirətə fayda vermək deyəndə nə qəsd olunur qardaşlar? Yəni axirətə fayda vermək deyəndə o qəsd olunur ki, sən o sualın cavabından sonra əməl eləyəcəksən və ola bilsin ki, o əməlin sayəsində cənnəti qazanırsan. O əməlin sayəsində Allah təala sənin günahlarını bağışlasın. Savab qazanırsan. Varmı? Cavab versən özünə, bəli var. Ondan sonra sualını rahat verə bilərsən. Yoxsa yoxdursa, bu cür şeylər. Məsələn, biri gəlir soruşur ki, Əshab-ı Kəhfin itin rəngi nə rəng idi? Qardaşım, bunun sənə nə bir faydası var ki? Vallahi alimləri dinlədikdə görürsən ki, faydalı sual, yəni sual verməyin ədəbi var. Hə? Yəni sən hər şeyin bir ədəbi olduğu kimi İslamda unutmayın ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bu dində bizə taharətə getməyin belə ədəbini öyrədib. Fikir verin, hər şeyin ədəbi var İslamda. Və bu şeyin ədəbi də budur ki, sual verməyin ədəbi də budur ki, qardaşlar. Sual verməyin ədəbi də budur ki, insan faydalı sual verməlidir. Faydasız sual verəcəksən, qiyamət günü Allah'a cavab verəcəksən. Niyə görə faydasız sual verirsən? Danışığını artırdın. Keçən dərs biz hədis dərslərimizdən birində dedik ki, insanın hər bir danışdığı söz yazılır. Və əlavə olaraq sən ola bilsin ki, faydalı sual verən insanın önünə keçdin. Onu qabaqladın. Ola bilsin ki, şeyxin, o müəllimin, hansısa tələbənin vaxtını aldın. O şeyləri sərf etmək üçün. Ona görə diqqətli olmaq lazımdır. Barakallahu fikum. Sual verdiyiniz zaman sualın ədəbindəndir ki, ancaq fayda olan suallar vermək lazımdır. Üzərində əməl bina olunacaq sual vermək lazımdır.